Salam, 8-ci sinif 2-ci hissədən mövzumuz olacaqdır həzm sisteminə aid elm, texnologiya, həyat. Bildiyiniz kimi mədə bağırsaq xəstəliklərinin öyrənilməsi üçün bir çox metodlardan istifadə olunur və indiki devrə qədər həmin metodlarda müəyyən çatışmamazlıqlar mövcuddur. Belə ki, müəyyən əməliyyatlar zamanı, müayinələr zamanı xoşagəlməz duyğular olur, ağrılı hallar olur və mədə və bağırsaqda temperaturdur, təzyiqdir, turşuluqdur, bu kimi vacib fizioloji göstəricilər barədə həmişə məlumat əldə etmək mümkün olmur. Bu baxımdan həzm orqanlarının müxtəlif funksiyalarının radiotelemetrik, bax bu şəkildə də göstərilibdir, üsulla öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Burada Bravo pH radio kapsul yeridir həzm sisteminə, orada turşuluğu ölçmək müəyyən olunur. Bu isə qəbul edicidir. Kapsul orada olan deməli təzyiqdir, turşuluqdur, müxtəlif deməli fermentlərin miqdarıdır və yaxud da ki, həzm kanalının həcmidir, ölçüsüdür. Bunlar haqqında məlumat verir və radio deməli qəbul edici isə həmin məlumatları qəbul edərək ona uyğun müəyyən müalicə metodlarını həyata keçirməyə şərait yaratmış olur. Ən çox dedik ki, radiotelemetrik üsulla öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Radio kapsullardan geniş miqyasda istifadə olunur. Həzm sisteminin bütün hissələrində temperatur, təzyiq, başqa göstəricilər uzun müddət bax bu radio həblər vasitəsilə müəyyən etmək mümkün olur. Orada baş verən fiziki, kimyəvi, fizioloji dəyişikliklərə bunlar deməli qəbul etmək və qəbul ediciyə ötürmək qabiliyyətinə malikdir. Hazırda diaqnostik və müalicəvi məqsədlər üçün nəzərdə tutulmuş çoxlu sayda radioelektron kapsullar mövcuddur. Onlar deməli həzm kanallarında gedən həzm prosesləri, onların hüdudları və ferment tərkibi haqqında məlumat toplamağa imkan verir. Bax bu gördüyünüz həzm sisteminin avtonom elektrostimulatoru fizioterapevtik və stimullaşdırıcı təsir göstərən bir vasitə hesab olunur. Həzm sistemimizi qoruyaq. Ən yaxşı profilaktik tədbir həzm orqanlarımızı, həzm sistemimizi qorumaqdır. Bu qədər. Sağ olun.